sevgilim mənə dedi ki, sən çox köksən. Yəni əvvəl necə idim, onu izah edəcəm. Mən sadə bir vətəndaş idim. Doğrudan da bu boydaydım və özümün fərqində deyildim. Bəli, belə idim və mənə dedilər ki, çox köksən və nəfəs almağın yerində deyil, özünü yaxşı hiss eləmirsən, bunları niyə görmürsən? Mən dedim ki, rejimə deyil, ona görə öz keyfimdən qalmırdım və istədiyim cür yaşayırdım. Sonra bir gün sevgilim mənə dedi ki, sən çox köksən, bunu uca qəbul elə və mən depressiyaya düşdüm. Oturdum, belə fikirləşdim. Amma yenə nəsə beynimdə tam oturuşmamışdı. Və nəhayət, mən Elvira xanımla tanış oldum və yollandım onun klinikasına və buyur, qarşımızda Elvira xanım və onun qarşısında da, bəli, 12 kilo çəki atmış bir xanım, əslində 12-13 üstü, vaxtlı dediyimə görə oynadı, dünən yedirmişdim. Glütenə qarşı nəyim var, həssasiyyətim var. Və indi beləyəm. Çılpaq oturub kitab oxuyuram bu aralıqda. Bəli. Gələndə 105 kiloydu, 105 kiloydu və hal-hazırda 95 kiloyuq, 95-ə düşmüşük. 105 və 95.